Sabiq Təhsil Naziri Misir Mərdanova yeni vəzifə verilib. Unikalın məlumatına görə Sabiq Təhsil Naziri Bakı Dövlət Universitetinin Mexanika Riyaziyyat Fakültəsinə kafedra müdiri təyin edilib. Qeyd edək ki, kafedra müdiri postunda Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin həyat yoldaşı Galina Mehdiyeva olub. Azərbaycanda Çar Skiflər, Aşquz Dövləti adlı tam metrajlı bədii sənətli filmin istehsalına başlanılıb. Bu barədə İqtisadiyyat Mədəniyyət Nazirliyinin tabeliyindəki Azərbaycan Respublikasının Kino Agentliyindən məlumat əldə edib. Məlumata görə, arka bununla bağlı Aydəmir Entertainment şirkəti ilə nəhəng müqavilə bağlayıb. Müqavilədə Çar Skiflər, Aşquz Dövləti adlı tam metrajlı bədii sənətli filmin istehsalının həyata keçirilməsi xidmətlərinin satın alınması nəzərdə tutulur. Müqavilənin maliyyə dəyəri isə 657 min manat müəyyənləşib. Qeyd edək ki, audiovizual sənaye sahəsində fəaliyyət göstərən Aydəmir Entertainment şirkəti 2024-cü ilin dekabrın 20-sində dövlət qeydiyyatına alınıb. Şirkətin rəhbəri və qanuni təmsilçisi tanınmış aktyor, senarist və prodüser Azər Aydəmir Raufoğludur.